Hadisə ölüm. Bax, qapıyı belə tıngırlatdı, eşitdim. Biraz sonra dedim... Tək idiniz mi evdə? Hə, tək idim. Dedim, ha, gəlirəm dedim. Bu qapıyı buradan həmişə bağlayırdım ölüm. Bu açıq idi. Bunu belə tutmuşdu ölüm, bax belə. 50 vurmamışdı, bilirəm belə tutmuşdu. Mən də buradan ölüm. Bax, mən də buradan tutdum. Dedi ki, pomoş yığırıq dedi, pomoş. Pomoş. Dedim, vallahi bala dedim, pulum yoxdur dedim, vallahi pulum yoxdur dedim, mənim nə vereyim dedim. Baxdım, əl çəkmir. İstədim belə tələm ölüm, qapıyı örtəm. Buradan belə tutdu, qapıyı qoymadı mən geri örtməyə. Bir nəfər idim, 2 nəfər idim. 2 nəfər idi. Üzləri maskalı idim. Yox, maskasız idi ölüm. Qoymadı mən qapıyı örtməyə da. Belə dedim, yaxşı dedim, destilarım var dedim, belə dedim. Qara kaşlokumda qəpilər var idi. Dedim, gətirim, verim, geçsin dedim. Hə, dedi, get dedi. Get dedi ölüm. Mən belə getdim, bunu belə örtdüm. Bunu örtdüm dedim, gedim, o da oradaydı ölüm. Sonra o biri gəlməmişdi. Biri buradan gəldi, buradan gəldi. Oradan gəldi, üzüm gördü ki, mən pulu oradan çıxardıram, gördü ölüm. Yəni, selefonu 50 vurmadı. Pulu dəsmalı selefanın içindən çıxardanda pulu dəsmala tükülü gördü ölüm. Gördü elə belə götdü əlimdən aldı, apardı ölüm. Mən də burada özümü döydüm. Qorxumdan dalımla da çıxmadım ki, görüm belə mi getdi, yerin içindən mi getdi. Özümü döydüm, ağladım. Və ümumilikdə nə qədər pul oğurlandı, nə qədər pul sizdən tələb, bu quldurluq hadisəsində nə qədər pul aparıldı sizdən ümumilikdə? 14 min deyirəm. 14 minləri və eyni zamanda qızıl zət əşyaları da aparıldı. Hə, 2 dənə üzüyümüz gedib ölüm, 2 dənə də tənədir.